Bütün balıq ov həvəskarlarını salamlayıram. Mən vaxtıcan qəşəng naparniklərim var idi. İş yoldaşlarım, dostlarım gələrdilər mənə burada yerdilər, içərdilər. Manqalı qoyardıq maşının üstünə. Çox təəssüf ki, onlar artıq damaşniləşiblər. Çölə bazıya gəlmirlər. Bunların da elə rasxodu yoxdur. Kartuşkadır, kilosu 50 köpüyü, sağan 30 köpüyü. İlan balığı da səlyanda kimə düşün? Deyər mən gözüm sizə qonaq eləyər. Səlyanlılar qonaqpərvərdir. Bildiyiniz kimi mən balıq eşqinə gəlmirəm. Deyəsən, vallahi düşüb nəsə. No küçortu. Düşüb də min şükür Allah qalacaq üstündə. Hara qaçacaq ki? Vırır nəsə. Niki bu. Qoy qalsın üstündə. Bu adamı yandıran nədir? Anekdotdakı kimi. Qəhvədan qaynasaydı o ərə gedməyən qızın anekdotundakı kimi o qədər qapağını açıb bağladın ki, deyir, sən qaldın evdə. O da yemək pişməsə də olar. Yeri gəlmişkən ötür. Yeməyim ötür. Gərək ilan balığın suratını vurum. Səlyanlılar bilər. İlan balığına ki, turşu vurmadın. O nə ləzzəti. Canım qardaşım. Hələ gecə burada çaqqal canavarla kampaniya var. Gərək ölümə də tox qarnına gedəsən. Yaxşı yiyib içəsən.